Salam, hər vaxtınız xeyir olsun əziz 3-cü qrup şagirdləri, müəllimlər və bu videonu izləyən hər kəs. Bu gün sizlərlə Məmməd Hüseyn yaradıcılığından olan Türkün dili şeirini nəzər salacağıq. Şeir 11-ci sinif dərsliyində öz əksini tapıbdır. Şeir rədif əsasında adlandırılmayıbdır, amma şeirin bir rədifi var, olmaz rədifi əsasında yazılıbdır, amma şeir Türkün dili olaraq qeyd olunur ad olaraq. Və olmaz rədifli başqa bir şeir yazan şairimiz də var ki, həmin şairimiz də Aşıq Ələsgərdir. Aşıq Ələsgərin olmaz rədifli şeirinin hansı mövzuda yazıldığını şərh bölməsinə qeyd eləyərsiniz. Görək bilirsinizmi yoxsa yox. İndi isə Türkün dili şeirinə nəzər salaq. Beyt-beyt oxuyub mənasını sizə izah verməyə çalışacağım. Qeyd olunub ki, Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qaçsan, bu əsil dil əsil olmaz. Yəni Türkün dilinin istəkli, gözəl bir dil olduğu qənaətindədir və əgər biz bu dili götürüb başqa bir dilə əlavə eləsək, bu artıq saf, təmiz, əsil dil olmayacaqdır. Öz ləfzini farsa, ərəbə qatmasa şair, şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. Burada bir növ şairlərə irad bildiribdir Şəhriyar. Deyib ki, əgər öz ləfzini, öz sözlərini farsı ərəbə qatmırsansa, şeirini oxuyanlar, eşidənlər də kəsil olmayacaqdır. Və şeirin gərək ehsası ilə riqqətlə qarışsın. Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Yəni şeir yazarkən gərək hisslə, həyəcanla, sevgi ilə qarışsın ki, kənd əhli bilirlər ki, doşabı yeyərkən orada xəşil olmaz. Yəni doşabsız xəşil olmaz. Məndən də doşab da burada bəhməzdir. Yəni xəşili bəhməzsiz yemək mümkün deyil. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı. Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Bir növ özünü ipək hesab eləyir. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə. Dağ daşda doğulmuş dəli ceyran həmil olmaz. Yəni deyir ki, bülbül yerə azadlıqdır. Onu qəfəsə salsan, oxumaz, ötməz. Yaxud da ki, dəli ceyranlar hamilə qalmaz. Çünki onlar dağda daşda böyüyüblər. Həmil sözü hamilə sözündən yaranmış bir ifadədir. Sözlər də cəvahir kimidir, əsli bədəldən təşxis verən olsa, bu qədər zirzibil olmaz. Yəni sözlər də cəvahir kimidir, onu saxtası ilə təmizini tapmaq lazımdır. Və əgər bunu ayıran varsa, bu qədər zirzibil olmaz. Yəni sözləri də düzgün şəkildə işlətmək lazımdır. Şair ola bilməzsən, anan doğmasa şair. Missən, abalam, hər sarı köynək qızıl olmaz. Yəni qızıl da sarı rəngdədir, amma hər sarı rəngi çalan qızıl olmayacaqdır. Missən. Və şair olmağın üçün də gərək anan doğmalıdır şair, sonradan qazanılmır. İnsan odur, tutsun bu zəlil xalqın əlindən. Allahı sevərsənsə, bu insan zəlil olmaz. Millət qəmi olsa, bu çocuqlar çöpə dönməz. Ərbablarımızdan da qadınlar təbil olmaz. Yəni millətin dərini çəksəniz deyil, uşaqlar arıq olmayacaq, çöpə dönməyəcəklər. Ərbablarımızın qadınlarına da təbil olmaz. Fars şairi çox sözlərini bizdən aparmış. Amma Mirzə Əkbər Sabir kimi bir süfrəli şair pəxil olmaz. Türkün məsəli, folkloru dünyada təkdir. Xan yorğanı kənd içində məsəldir, mitil olmaz. Deməli, hansı məsəlini istifadə ediblər? Xan yorğanı mitil olmaz. Yəni, xan yorğanı həmişə əziz saxlayarlar və heç vaxt köhnəlməz, mitil vəziyyətinə gəlib çatmaz. Bu Şəhriyarın təbii ki, çinməli çeşmə, Kövsər ola bilsə, demirəm, səlsəbil olmaz. Sonda öz adını çəkir, amma özünə müraciət yoxdur. Gələk indi şeirin xüsusiyyətlərinə. Gələk bu şeir hansı mövzuda yazılıbdır? Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə, baskılara məruz qalmaları halları az olmamışdır. Mənəvi varlığımız, adət-ənənələrimiz, dilimiz barədə şovinist dairələrin böhtanları cavabsız qalmamışdır. Şah dövründə ana dilimizin sıxışdırılması, bu dildə danışmağın qadağan edilməsi, Şəhriyar kimi sənətkarı hiddətləndirməyə bilməzdi. Türkün dili şeirinin yaranmasında bir səbəbi məhz bu idi. Deməli, şeirin yaranması səbəbi Şah dövründə ana dilimizin sıxışdırılmasıdır və bu dildə danışmağın qadağan edilməsi idi. Şair bu dildən
Bu dildə yaradılan kamil sənət əsərlərindən digər xalqların, onların sənətkarlarının bəhrələndiyini özünəməxsus məntiqlə diqqətə çatdırıbdır. Bəs şeirdə daha çox nəyə önəm verilibdir? Şairin qənaətinə görə Azərbaycan dili əsl ana dili kimi bu dildə danışanlar üçün əziz, həm də istəklidir. Biz bunu birinci beytdə gördük. Bu dil calaq sevmir. Başqa bir dilə qatılmaq onun təbiətinə yaddır. O elə qüdrətlidir ki, belə bir cəhd onun əsilliyində, varlığında özünü dərhal göstərər və qəbul edilməz. Bu dildə yazıb yaradanlar onun təmizliyini, saflığını qoruyub saxlamağı da borcludurlar. Şairin fikrincə dilağı qadağa qoymaq onun inkişafdan qarşısına sədd çəkmək deməkdir. Buna yaxşı-yaxşı diqqət yetirin. Çünki dil mövzusunda yazılmış çoxlu əsərlər var ki, məsəl üçün Bəxtiyar Vahabzadənin İstiqlal poemasında da dil məsələsi var, amma bu cümlə sırf türkün dili üçün nəzərdə tutulubdur. Azərbaycan dili zəngin olduğu kimi, xalqımızın folkloru, ədəbiyyatı da zəngindir. Bunu danmaq, onun inkişafını ləngitmək qeyri-mümkündür və misal olaraq da bir məsəl demişdi ki, xan yorğanı kənd içində məsəldir, mitil olmaz. Və demək olar ki, dilimizi xanın yorğanına bənzədir bir növ burada. Şəhriyar ana dilində yazdığı əsərlərin içərisində türkün dili şeirinin xüsusi yeri var. Bu təkcə o dövrdə dövlətin yeritdiyi ədalətsiz siyasətə cəsarətli etirazla bağlı deyildi. Bunun bir mühüm səbəbi də şeirin yüksək sənətkarlıqla yazılmasıdır. Həqiqətən də oxuyarkən nəzər yetirirsinizsə, çox gözəl bənzətmələrdən istifadə olunubdur. Misal üçün, missən abalam hər sarı köynək qızıl olmaz, yaxud da ki, Sabir kimi bir şair pəxil olmaz, ərbabların qarnı təbil olmaz. Bunlar sadə gündəlik həyatımızda istifadə etdiyimiz bir sözlərdir. Misal üçün, doşabsız xəşil olmaz. Gündəlik həyatda istifadə olunan bir sözdür, amma onu şeirdə elə gözəl gətirib salıb ki, şeir yüksək sənətkarlıqla yazıldığına bariz bir nümunədir. Əsər ilk növbədə dilin aydınlığı, sözlərin seçimi ilə diqqəti çəkir. Şeirdə eyni bir sözün təkrarı fikrin daha qabarıq ifadəsini yaratdığı kimi güclü ahəngin yaradılmasına da səbəb olubdur. Birinci beytdəki dil, əsil, sonraki beytlərdə işlədilən şair, insan, zəlil və s. bu qəbildəndir. Sözlərin həmcins üzv məqamında ötməz, oxumaz, eləcə də fərqli mənalı kəlamların, oxuyanlar, eşidənlərin ardıcıl işlənməsi ona həm dərinlik, həm də ki təkrarsız ahəng gözəlliyi yaratmışdır. Əsərdə məcazların orijinallığı ilə seçilibdir və bədii obrazlığının artmasına mühüm rol oynayıbdır. Ayrı-ayrı beytlərdə ifadə olunmuş fikirlərin daxili, məntiqi əlaqələri, bütün bunları tutarlı ifadə edən söz və misralar, uğurlu qafiyə sistemi, mükəmməl forma əsərin kamilliyini təsdiq edən cəhətlərdir. Deməli, əsər həqiqətən də kamil bir formada qələmə alınmışdır. Bu şeir həcmcə təbii ki də böyük deyil. Şeiri oxuyarkən diqqət yetirdinizsə. Amma həcminin böyük olmasına baxmayaraq, türkün dili şeirində ciddi mətləblərə toxunulubdur. Tali yüklü problemlərə qaldırılıbdır. Əsərdə həm də bunların həlli yolları göstərilmişdir. Bunu unutmayın. Həm problemlər qaldırılır, həm də problemlərin həlli yolu göstərilmişdir. Deməli, şeir ideya baxımından zəngin olmuşdur. Əsərimiz bununla da yekunlaşır. Türkün dili şeirinə əzbərləməyiniz mütləq şəkildə vacibdir ki, həm unutmayasınız, həmçinin də testə düşərkən rahat formada yaza bilərsiniz. Və unutmayın ki, testlər müqayisəli formalarda düşür. Bu şeiri oxuyarkən türk dilində yazılmış başqa hansı şairlərin əsərləri var, onları bilin. Vacib deyil şeir olsun. Misal üçün, Cəlil Məmmədquluzadənin Şeir bülbülləri, Sirkə hekayəsi var ki, dil mövzusunda yazılmışdır. Yaxud da Əhməd Cavadın dilimiz haqqında bir şeirimiz var ki, o da dilimizin saflığının qorunması məqsədi ilə işlənibdir. Biraz əvvəl dediyimiz Bəxtiyar Vahabzadənin İstiqlal poemasında dil məsələsi yenə də öz əksini tapıbdır. Və şair burada türk dilinin gözəlliyindən söz açıbdır. Və bu şeirin necə gözəl olmasını göstərmək üçün fərqli məsələlərə toxunubdur. Şairlərə öyüd nəsihət veribdir. Deyir ki, öz ləfzini farsı ərəbə qatmasa şair, şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. Ya da ki, şair ola bilməzsən, anan doğmasa şair, missən abalam hər sarı köynək qızıl olmaz məsələsində də şairlərə bir növ necə olmalı olduğunu bizə göstərir və özü barəsində də onu qeyd edir ki, məndən nə zalım çıxar,
nə qısaççı. Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Əsərdə həmçində folklor nümunəsinə də yer verilibdir. Məsəl öz əksini tapıbdır. Sabirin də adı bu şeirdə çəkilibdir. Əsərlə bağlı əlavə sualınız varsa, qaranlıq qalan məqam varsa, şərh bölməsinə qeyd eləyin, cavablayacağıq. Həmçinin də ədəbiyyat dərslərimizə qoşulmaq üçün 050 880 71 89 nömrəsinə əlaqə saxlayın. Sadəcə ədəbiyyat dərsləri deyil, həmçinin Azərbaycan dili və tarix dərslərini də bizimlə hazırlaşa bilərsiniz. Uğurlar, növbəti dərs videosunda görüşəndək.